Herkese salam. Necəsiz qızlar? Yeni bir vlogla nəhayət ki gəldim, çıxdım. Mən darıxmışam. Əminəm siz də çox darıxıbsınız. Yazılarınızdan bu məlumdur. Hər biriniz yazırsınız, soruşursunuz. İnanın ki işdən gücdən vaxt tapa bilmirəm, çəkiliş edə bilmirəm. Amma ki bugün toparlandım. Dedim ki bəs bu qədər xanımlara haqsızlıq olmasın. Balaca da olsa bir vlog paylaşım. Bugün ev günüm idi. İşte değildim. Ona göre de özüme istirahat götürmüştüm. Dedim ki bir vlog da çekeyim. Hem sizinle sohbet edeyim hem de kanalda yeni bir paylaşım olsun. İnşallah siz de yaxşısınız. Yazan, maraqlanan hər bir xanıma teşekkür edirəm. Kanalımda qalan, məni izləyən, məni gözləyən hər bir xanım mənim üçün dəyərlidir. Mən də sırf onlar için geldim. Bugün bir vlogdan geldim. Hem söhbət edək, hem de balaca bir vlog olsun. Mən yaxşıyam. Həyatımda köklü bir dəyişikliklər olubdu. Olsun, eybi yox. Hər şey yolunda kimi deyək, hər şey yolundadır, hər şey yaxşıdır. Ya da deyək, hər şey yaxşı olsun. Toparlanmışam, yaxşıyam. Yaralarım sağalıb, qəlbim sağalıb. Yaşamağa devam edirəm. Dediyim kimi bugün ev günüm idi. Küçük bir təmizlikdə elədim. Öz güzgümün qabağını, öz makyaj malzemelerini filan təmizlədim, yığışdırdım. Mamam sağ olsun heç bir iş koymur. Əksinə mən işdən qaldığım gün iş görmək istəyəndə deyir, bəs eləmə. Zaten bir gün xatna götürübsən, onda da iş güclə yorma özünü, yat dincəl. Amma çalışan, işləyən qadınlar bilir. Nə qədər desək də ki, sabahlarım istirahat günümüzdür, saat 12'ye qədər yataq. Amma olmur, səhər tezdən yenə iş vaxtında oyanırıq. Bugün mən də səhər tezdən oyanmışdım. Biraz dediğim gibi iş gördüm. Bugün şəhərə çıxmaq istəyirəm. Bir iki alışverişimiz var, onları etmək istəyirəm. Kızım da mənə kömək edir. Balaca əllərindən mamasına kömək edir. Birləşdik, öz otağımızı təmizlədik. Başqa iş zaten yox idi. Mamam hamısını eləmişdi. Daha sonra Rənanı hazırlığa koyub, biraz da şəhərdə qaqaşla işlərimizi görəcəyik oğlumla. Ondan sonra da qayıdıb gələrək yenə evə. Belə qızlar, mən yaxşıyam. Narahatsınız, çok sual verirsiniz. Hatta küsən xanımlar var ki, bəs cavab yazmırsan. İnanın ki, cavab yazmamaq bu saymamazlıq ya da nə bilim veganə qalmaq deyil. Sadəcə vaxt tapmıram. İşdən sonra istəyirəm ki, elə evdə istirahət eləyim, telefonu əlimə almayam. Çox yoruluram işdə. Ona görə də işdən sonra uşaqlarıma və də elə nə bilim baxsaq kinoya falan baxırıq. Elə vaxt geçiririm. İşləyən xanımlar yəqin ki mənə başa düşər. Hər birinizə amma tək-tək oxuyuram yazdıqlarınızı. Kanalım geriliyibdi. Olsun, canımız sağ olsun. Mən bilirəm ki YouTube elə şeydir ki, çəkməsən geri gedir. Artıq əvvəlki nə həvəs var, nə istək var. Onda yəqin ki çəkilişdən də məlumdur. Əvvəlki maraq yoxdur. İnsan həyatında köklü dəyişikliklər olanda maraqlar da dəyişirmiş, bunu da bilmiş oldum. Mənim də maraqlarım dəyişib. Maraqlarım əslində dəyişməyib. Sadəcə YouTube elə bir yerdir ki, gərək ya ondan məşğul olasan, ya da ki heç çəkməyəsən. Mən əvvəl çox həvəslə, çox maraqla, çox diqqətlə, çox özünə çəkdiyim videolarımı sonradan belə başdan saldı eləmək istəmədiyimə görə deyirəm qoy elə yaddaşda olduğu kimi qəşəng qalır. Amma qızlar çox istədi, çək deyə mən də o qızların xatirəsi üçün çəkdim. Evi yığışdırdım. Qızım şəkil çəkir həmişəki kimi. Oğlum həmişəki kimi kompüterin qabağında. Birazdan hazırlaşıb çıxırıq. Bilirəm, çəkilişlərimdən sonra çox suallar yazasınız, çox sözlər yazılacaq, bəlkə təhqirlər, bəlkə nə bilim suallar. Ama önceden deyim, hoşuma gelmeyen hiçbir şerhi təsdiq etməyəcəm. Hoşuma gelmeyen hiçbir şerhi oxumayacağım. Depresiya düşmək istəmirəm. Zaten zor toparlanmışam. Ona görə də təkrardan heç bir kəsin məni üzməyinə izin verməməkdən ötürü bu işə oğlum baxacaq. Bütün şərhləri o idarə eləyəcək. İstədiyi şərhi
məni üzməyəcək bütün şərhlər kanalda yayınlanacaq. Məni üzəcək heç bir şərh kanalda yayınlanmayacaq. Ona görə də gəlin bir-birimizi qırmayaq. Hər kəsin öz həyatı, öz qərarı, öz istəkləri, öz yolu. Səbiş bizdəydi, Səbişlə çay içdik, söhbət elədik. Bizim söhbətlərimiz bitmir. Daha sonra hazırlaşdım, uşaqlar da hazırlaşdı. Rənanın müəlliməsinin yeni il hədiyyəsini götürdük və taksi vurduq. Öncə Rənanı hazırlığa qoyacaq. Oradan 2 saatımız var. 2 saat oğlumla gəzək, əylənək, kafeyə falan gedək dedik. Biraz alış-veriş eləyək dedik. Təbii ki, bunlar çəkmirəm, çəkmək istəmirəm. Əvvəlki kimi bəzi şeylərin çəkilişi, nə bilim, keşke əvvəldən çəkməsəydim. Keşke əvvəldən bəzi şeyləri ortalıqda yaşamasaydım. Bəzi şeyləri, bir sözlə qızlar, xoşbəxtlik səssizlik sevir. Bunu unutmayın. Bu da mən bacınızdan sizə bir nəsihət. Yoxsa başqasının gözü sizin evinizdə, sizin yuvanızda, sizin həyat yoldaşınızda qalar və də əlinizdən alar. Ona görə də diqqətli olun. Ailənizi möhkəm tutmaqdan ötürü səssiz, səmirsiz xoşbəxtliyinizi yaşayın. Getdik, Ömər ucuzluğa getmişdik. Oradan alış-veriş etmək istədik, biraz etdik. Paketlərimizi orada qoyduq ki, bəs əlimizdə götürməyə, çıxanda götürərik. Oradan getdik, Gəncəli qızlar tanıyır. Alaturka Yeni Gəncədə Rənan hazırlığı hələ də oradadır. Həm atasında, həm məndə qaldığından dolayı məcbur məktəbini dəyişmədik. Müvəqqəti olaraq oradadır. Bəlkə sonra dəyişərik, bilmirəm. Orada da Alaturkaya getdik. Oturduq biraz oğlumla. Oğlum mənim dostumdur zaten. Mən ondan hər şeyi paylaşıram. Mənim oğlumla paylaşmadığım heç bir söhbətim yoxdur. Heç kimə demədiyimi, heç kimlə bölüşmədiyimi, qəlbimin ağrısını, üzümün gülüşünü, hər şeyimi ondan paylaşıram. O mənə doğru məsləhətlər verir. Məsələn, mən ona deyirəm ki, mən ona ağlayıram ki, qəlbim ağrıyır da mən nə eləyim? Mənə o qədər gözəl motivasiya verir ki, bəs zamana burax deyə. Həqiqətən baxıram ki, gerçəkdən də heç bir şeyi həll eləməyə bilmədiyimiz heç bir şeyi ürəyimizdə saxlamamalıyıq. Zamana buraxmalıyıq. Zaman özü o yaranı sağaldır. Yolumuza davam edirik. İstər məcbur, istər istəyərək yolumuza davam edirik. Çayımızı içdik. 1 saatimiz var idi. Kafede 1 saat oturduq. Dərin söhbət elədik. Zaten mənim oğlum söhbət eləməyi çox sevir, bilirsiniz. Əvvəlki vloglardan da bilirsiniz. Çox sevir o söhbət eləməyi. Və yenə də oğlumla geçək, maraqlı söhbətlər elədik. Həm də YouTube kanal haqqında danışdıq. Bəs mənə məsləhət verdi ki, kim deyir ki 20 dəqiqəlik çək. Bu sözü bu arada çox xoşlamışdım. Çox xoşuma gəlmişdi. Umarım hər kəs etdiyini bular. Oğlum mənə məsləhət verdi ki, bəs çək, dayanma, hobbin olsun. Əgər davam eləsən, çəkdikcə çəkmək istəyəsən. Düşündüm ki, düz deyir. Öz başımıza yol qanşığında yandırmışıq burada. Vurduq, hələ dağıtdıq da. Düşündüm ki, düz deyir. Əvvəl necə vaxt tapırdımsa, necə istək var idisə, indi də çəkdikcə düşündüm ki, elə istək olar, elə maraq olar, yenə də çəkərəm. Söz vermirəm ki, gün aşırı vlogla gələcəm sizin qabağınıza. Amma belə arada sırada çəkərəm, paylaşıram. Hansı gün ev günüm olar, onu da çəkərəm, paylaşıram. Bəzən elə izləyicilərim var ki, iş yerimi bildirmək istəmirəm. Bu hələm ki, gizlin qalsın. Amma bəzən elə izləyicilərim var ki, təsadüf nəticəsində də olsa, yəni gəlib tapırlar məni orada, gəlirlər, bilirlər və yaxud şəhərdə uşaqlardan tanıyırlar, görüşürlər. Buradan onlara salam olsun. Özlərini bilirlər. Çoxsunla da münasibətimiz var. Çoxsunla da WhatsAppda əlaqəmiz var. Onların da üstümdə baskısı var idi ki, bəs çək, niyə çəkmirsən? Bəzən elə olur ki, heç mən belə unutduğum vloglarımdan başlayırlar, söhbət edirlər. Saatlarla WhatsAppda danışırıq. Əvvəl bilirsiniz, mən heç kimlə danışa bilmirdim, heç kimlə
WhatsApp əlaqəsi qura bilmirdim. Amma indi özümə yaxın olmağını istədiyim qızlarla istədiyim yerdə, istədiyim vaxt danışıram, bölüşürəm hər şeyi. Bəzən görüşürəm onlarla. Yəni hər şey çox qəşəngdir. Burada Rənanın bir oyun var. Adını unuttum. Bir də hədiyyələşirlər bir-birindən. Adını bilənlər şərh bölməsinə yazsınlar. Bir də püşküdən atırlar. Rənaya da sinif yoldaşın düşmüşdü. Bir də püşk atmışdılar. Ona hədiyyə almaq istədi. Ona da hədiyyə aldı, özünə də hədiyyə aldı. Mənim qızım elədi birisinə hədiyyə alanda istəyir ki, o hədiyyədən özündə də olsun. Yəqin ki, özümə oxşuyubdur. Mən də başqasına hədiyyə alanda onu birində özümə aldırırdım ki, bəs qoy məndə də olsun. Mola çox sevirəm. Orada mənə qəşəng enerji gəlir mənə orada. Hər yer cıvıl-cıvıldır. Girmişkən Librafa da girdik. Bilirsiniz, Librafa girmədən olmaz. Kitabları çox sevirəm. Bu arada bəzi izləyicilərim tez-tez mənə kitab da göndərirlər ora. Çox sağ olun qızlar. Bir də nəyi özümdə fərq elədim? Qızlar mənə hədiyyə göndərdikcə düşünürəm ki, mən artıq 2 ilə yaxındır da çəkiliş eləmirəm, 2 ilə yaxındır da çəkmirəm. Amma gəlib o hədiyyə göndərən qızlar bəzən özləri gələndə mənə əli dolu gəlirlər də, bujutteriya, kitab, nə bilim, paltar falan almırlar, çünki mən özüm paltarda işləyirəm. Amma belə aksesuar falan alıb gətirən qızlar olur yanıma gələndə. Bir dəfə belə gəlib burada altdan yazmırlar ki, bəs mən gəldim, səni gördüm. Çox xoş olur bu mənə. O sanki bizim aramızda qalır bu söhbət. Getdik Librafa, yeni kitab yox idi. Təbii ki, bu kitabların hamısı məndə yoxdur, amma yenə də diqqətimi çəkən bir kitab olmadığından ötürü alış-veriş eləmədik Librafdan. Sadəcə gəzdik molu. Almasam belə o kitablara baxmaq mənə huzur verir. O kitablara baxmaq, bu kitablara baxmaq, bu mövzularda söhbət eləmək mənə huzur verir. Ona görə də hər dəfə mola gedəndə mən mütləq Librafa girirəm, mütləq. Alsam da, almasam da girirəm. Bakın Rena. Şunu yandır bakın. Çek o tarafa.
Boşuna aldanma. Mükemmel. Yemeğimizi yedik, molun içini gezdik, tek tek dükkanlara girdik, çıktık. Hiç ne almasak da bütün kıymetleri soruştuk, maraklandık. Daha sonra Rəna film istedi, film izlemek istedi. Oğlum için bu sıxıcıydı, istemedi izlemek, bizi apardı zala koydu, özü düşdü aşağı. Kofe filan içti biz gelene kadar. Filmde maşallah 2 saat neçə dəqiqəydi, unuttum. Məcbur mən də Rəna ilə birlikte izledim. Yeter ki onun gönlü xoş olsun. Kızım film izlemeyi çok sevir. Ona kitap okumağı da sevdirmeye çalışıram. Güzel güzel kitaplar alıram. Maraq yaradıram ki kitap okusun. Çünkü mən Rəna yaşından beri kitap okumağı çok sevirəm. İstəyirəm ki o da mənim kimi olsun. Ama baxıram ki yox, o bütün uşaqlar kimi, indiki bütün müasir uşaqlar kimi telefona daha çok maraqlıdır. Telefona daha çok dikkatli olur. Kitap okuyanda sıkılır, yorulur, fikri başka yerde olur. Ve bu bizi endişelendirir. Aman. Eğer bir proyekte başlayanlar qırağa olmaq qoysaydın, Burada filmden çıktık. Çok yorğunuyduq. Hem de saat geceydi. Eve gitmek vaxtıydı. Çıktık. Ama yine de kızım yolka istedi. Gidək yolka ətrafında biraz gezək dedi. Hava da çok soyuq idi. Gəncədə son vaxtlar həqiqətən çox soyuq olur. Səhər işə gedəndə inanın ki burnum, qulaqlarım keymiş vəziyyətdə gedirəm də. Papaq filan taxa bilmirəm mən. Taxıram arada sırada özümü yaxşı hiss eləmirəm deyə. Elə başım açıq gedəndə də çox üşüyürəm. Burada getdik biraz gezdik. Güzel yerləri, yolka filan baxdı kızım. Yok öyle bir şey lütfen. Yazılı bir şey. haber getirin. Arena, 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 arena. Benim senin Joysin Rena. Arena, 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 arena. Yüreğim, nefesim, canım Rena. Balaca da olsa bir paylaşım oldu. İnşallah ki beğenirsiniz. İnşallah hoşunuza gelir. Bilirəm ağlınızda çok suallar var. Bilirəm çok sualınıza cevap vermemiş oldum. Ama gəlin nə siz o sualları verin, nə də mən o sualların cevabını size verim. Destek olan kızlara teşekkür edirəm. Geldiniz, izlediniz, vaxt ayırdınız. İnşallah mən də çalışaram tez-tez, az da olsa, balaca da olsa, 10 dəqiqəlik də olsa sizinlə belə paylaşım eləyim, görüşüm. Özünüzə və sevdiklərinizə yaxşı baxın. Ən əsası özünüzü və ailənizi görünən, görünməyən düşmənlərdən qoruyun. Düşmən elə bir yerdən sızır ki, ruhunuz belə incimir. Ruhunuz da inciyəndə artıq sizin üçün gec olur. Ona görə də özünüzü pis insanlardan, pis ətrafdan qoruyun. İnşallah tez-tez görüşmək ümidi ilə hələlik.